Hər kəs salamlayıram. Dostlar, mövzu belədir ki, mən qabaq çəki çox salırdım. İndi sala bilmirəm. Sən məşqə başlayanda səndə su deposu çox olur. Sən fikir verirsən, sən məşq eləyəndə su tərləyirdin və s. Amma indi hələ tərləmirsən. Çünki səndə su deposu var idi, indi yoxdur. Sudakı ağırdır axı. Keçdik o biri məsələyə dostlar. O biri məsələ də odur ki, sən həmin ərəfədə su itkisi verəndə yağ faizi verirdin az bir miqdarda. Amma indi isə yağı çox çətinliklə verirsən. Çünki bədən öz təhlükəsizliyini təmin edir o həmin yağla. Çünki yağ bizim enerji mənbəyimizdir axı. Həmişə öyrəşmişik yağ çox, ha, bədən ona öyrəşir. Ondan sonra indi bədən şokdadır. Və bir müddət sən yürüyüş eləyirsən, 2 gün, 3 gün görürsən çəkidə, tərəzidə fərq yoxdur. Və yenidən bədən şokdan çıxır, yenə başlayır 200-300 qram yağdan getmək. Və yenə dediyim kimi bədən tezdən şoka düşür. Çünki yəni dediyim kimi bədən öz təhlükəsizliyini təmin edir. Və bunun üçün uzun müddət vaxt lazımdır. Onun üçün professionallar, yəni siz düşünürsünüz ki, yağ bədəndən çıxartmaq üçün yürüyüş edir. Xeyr, bəzi inyeksiyalar var ki, onu istifadə edir. 15 günə, bir aya quruyurlar. Sadəcə onlar niyə yürüyüş edir ki, ürəyinə görə yürüyüş edirlər. Onlar kardioya görə eləmirlər. Kardioya eləyənlər natural şəkildə olur. Yəni yenə deyirəm ki, sadəcə əsas nədir? Uzun müddət vaxt lazımdır səbirlə. Əksəriyyəti sosial şəbəkədə görür ki, presləri var və s. deyir mən də belə olmasın. Elə olmaq üçün sənə vaxt lazımdır. Bir də sən öz yəni insulini düşüb düşməməyini qorumalısan. Yarışa çıxanları görmüsünüz də arxada maşında həmişə ambulans olur. Çünki insulin düşür, karbohidrat yemir. Yarışdan da çıxandan sonra bunlara boş düyüdür, qreçka da verəndə onlar onu bəhbəhlə yeyir. Çünki insulin yoxdur axı, bədən enerji mənbəyi istəyir. Bir daha söyləyirəm dostlar, səbirlə, təmkinlə. İndi əksəriyyəti mən bilirəm. Bəzən trenerlər var ki, onlara tələbələr sual verir, cavab tapa bilmirlər. Onlara izah eləyin ki, proses bax belə gedir. Vəssalam, hər kəsə uğurlar.